Salam uşaqlar, bugün sizə tam ədədlərin çıxılması və toplanması haqqında danışacağıq. Burada 3 ədəd misal verilib. Birinci ilə başlayaraq. Birincidə -8 üstünə -9-u gəlirik və çıx mötərizədə -12. Bunu hesablamaq üçün birinci borcumuzu tapırıq. -8-in üstünə -9 gəlirik, cavab -17. Mənfinin üstünə mənfi gəldikdə cavab mənfi edir. Sonra iki dənə mənfi bir yerə gəldikdə müsbət düzəltdiyinə görə plus 12 yazırıq. Və burada da 17 manat borcumuz, 12 manat pulumuz var. 5 manat da borcumuz qalır. İkinci misala baxaq. İkinci misalda isə -12 plus 3 çıxılsın 5 yazılıb. Burada birinci -12'nin üstünə 3 gəlib, sonra 5 çıxmalıyıq. Amma biz borclarımızı bir yerə yığıb, sonra üstünə 3'ü də gələ bilərik. Birinci borclarımızı yığaq. -12 çıxılsın 5, üstünə gəlsin 3. Burada -17'nin üstünə 3 gəldikdə cavab -14 eləyir. Üçüncü misalımızda isə -18'in üstünə çıxılsın -18 çıxılsın mötərizədə -19 çıxılsın 1. Burada -18'in üstünə 2 dəfə mənfi bir yerə gəldikdə müsbət olduğuna görə birinci -18'in üstünə 19 gəlirik, sonra 1 çıxırıq. Cavab 0 alınır. Bunu başqa yolla da etmək olar. Borclarımızı bir yerə yığırıq. -18 çıxılsın 1 plus, yəni bu iki mənfi bir yerə gəldikdə müsbət etdiyinə görə plus yazırıq. Sonra isə cavab 0 alınır.